Fransanın Strasburg şəhərində Avropa Şurası Parlament Assambleyasının qış sessiyası bugün başa çatır və hazırda Strasburqa bağlanırıq. Hüquq müdafiəçisi Əhməd Şahidov Aşbanın qış sessiyasının sonuncu günü ilə bağlayan son məlumatları indi bizə çatdıracaq. Əhməd müəllim, təşəkkür edirik vaxtınız üçün. Hər vaxtınız xeyir. Sabahınız xeyir olsun Rəfa xanım. Əhməd müəllim, ümumiyyətlə Aşbanın bu qış sessiyası da digərlərindən fərqli olmadı və sübut etdi ki, artıq prinsiplər yox, maraqlar danışır və bu fonda nəticə etibarilə son gündür. Nələr müzakirə olundu, nələr danışıldı və dünyanın payına düşəcək hissə nədən ibarətdir? Bəli, Rəfa xanım, mən də Real TV izləyicilərini Avropa Şurası Parlament Assambleyasından salamlayıram. Bugün sonuncu gündür sessiyanın və ötən 4-5 gün ərzində burada müzakirəyə çıxarılan əsas məsələlər ənənəvi olaraq Ukrayna-Rusiya müharibəsi, Rusiyaya qarşı sanksiyaların daha da dərinləşməsi və ilk dəfə olaraq bu sessiyada Rusiyanın müxalif şəxsləri Rusiya nümayəndə heyəti qismində burada təsdiq olundu. Yəni artıq bir neçə ildir ki, Rusiya nümayəndə heyətinin akreditasiyası dondurulub, ona alternativ olaraq Rus müxalifətinin nümayəndələri burada Rusiya tərəfi olaraq qəbul olunur. Daha sonra Qrilandiya məsələsi ciddi şəkildə müzakirə çıxarıldı və Qrilandiya Danimarkanın suveren bir ərazisi olduğu və Avropa daxilində sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyü barədə bir daha vurğu yapıldı. Daha sonra burada Moldova prezidenti Maya Sandu əsas qonaqlar qismində çıxış elədi. O da Avropanın gələcək təhlükəsizliyi ilə bağlı Rusiyaya qarşı müharibədə həmrəylik göstərməklə bağlı çıxış elədi. Azərbaycan üçün maraqlı olan təbii ki, dünən Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın çıxışıdır. Erməni nazir öz çıxışında Ermənistanın ciddi şəkildə Avropa İttifaqına kurs götürdüyünü və xarici siyasətində Avropa İttifaqına üzv olmağı əsas prioritet olaraq seçdiyini bildirdi və 25-ci ili tamam olur Ermənistan və Azərbaycanın Aşbaya üzvlüyü ilə bağlı və bu məsələyə də toxunaraq bildirdi ki, Ermənistanda yaxın aylarda parlament seçkiləri keçiriləcək, xaricdən müdaxilələr gözlənilir. Ad çəkməsə də Rusiyanın nəzərdə tuturdu və Aşba üzvlərindən, Avropa ölkələrindən dəstək gözlədiyini bildirdi. Erməni nazir Azərbaycan, Ermənistan arasında sülh prosesinə də toxunaraq bildirdi ki, yaxın aylarda artıq yekun sənəd imzalana bilər. Azərbaycan öz ərazisini yük daşımaları üçün, Ermənistanın yük daşımaları üçün açır. Bu yüksək bir jestdir. Azərbaycandan neft və qaz məhsulları alınır. Təəssüflər olsun ki, erməni müxalif nümayəndələr, yəni Aşbadakı erməni müxalif deputatlardan bir neçəsi öz çıxışlarında yenə Azərbaycanı ittiham elədilər. Bu sülh prosesində Azərbaycanın güya Ermənistana ərazi iddiaları irəli sürdüyünü, müəyyən təzyiqlər göstərdiyi, konstitusiyasının, Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı təzyiqlər göstərdiyini və bu səbəbləri göstərərək güya Azərbaycanın sülh imzalamaqdan maraqlı olmadığını bildirdi ki, bu da bir gülünc, absurd fikirlərdən biriydi və erməni nazirin burada Aşbada çıxış elədiyi dəqiqələrdə Aşba binası önündə təqribən 4-5 nəfər erməni separatçılar əllərində o separatçı rejimin əski parçasını tutaraq öz aləmlərində etiraz aksiyası keçirdilər. Hətta mən onlara yaxınlaşdım, onları video çəkiliş də elədim. Təqribən 4-5 nəfər olardı. Onlar Azərbaycana qarşı şüarlar səsləndirdilər. Güya Qarabağda Azərbaycan etnik təmizləmə həyata keçirib, Bakıda məhkəməsi keçirilən şəxsləri siyasi məhbus, vicdan məhbusu kimi qələmə verirdilər və əsas diqqətimi çəkən məqam Aşbanın yeni prezidenti ilə bağlıdır. Çünki ayın 26-sında Aşbaya yeni xanım prezident seçildi. Avstriyadan olan deputat Petra Bayer və bu Petra Bayer bəlkə də Azərbaycan ictimaiyyəti üçün çox da tanış deyil, amma Azərbaycanın qara siyasında olan bir şəxsdir. Zamanında o zaman işğal altında olan Azərbaycan torpaqlarına qeyri-qanuni səfər eləyən və xüsusən də 2020-ci il Böyük Vətən müharibəsində, 2023-cü il antiterror əməliyyatlarında Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirən bir şəxs bugün Aşbanın prezidenti seçildi və
keçirdiyi ilk mətbuat konferansında ona ünvanlanan suala cavab olaraq bildirdi ki, bəli, Azərbaycan-Ermənistan arasında sülh prosesini dəstəkləyir, amma rəsmi Bakının atmalı olduğu güya addımlar var. Bakıda məhkəməsi keçirilən şəxslər güya hərbi əsirlərdir. Azərbaycan Laçın koridorunu ekoaktivistlər bağlanan zaman güya 120 min erməni əsirli şəxslərə qarşı təmizləmə əməliyyatı keçirib. Hətta təəssüflə bildirdi ki, mən Azərbaycana səfər edə bilmirəm, Azərbaycanın qara siyasında var. Görünən odur ki, Azərbaycana qarşı bu qərəzli siyasət yeridən bir deputat artıq Aşbanın prezidentidir növbəti 2 il ərzində. Bu artıq yaxın perspektivdə Azərbaycan-Aşba münasibətlərində hər hansı bir müsbət dəyişikliyin olacağına şübhə yaradır. Təbii ki, bu sessiya ilk növbədə Avropanın özünə toxunan məsələləri, Qırılandiya məsələsi, Ukrayna məsələsi timsalında artıq Aşbada prioritetlər dəyişib. Artıq bugün ölkələrin ərazi bütövlüyü, suverenlik məsələləri, sərhədlərin toxunulmazlığı məsələləri qabardılır. Oysa son 30-35 il ərzində Azərbaycan bu platformada dəfələrlə bu məsələləri qaldırsa da, Azərbaycanın o zamanlar işğal altında olan ərazilərinə diqqət çəksə də, Azərbaycana qarşı qərəzli yanaşma var idi. Bugün Avropanın özü o məsələlərdən əziyyət çəkdiyi üçün burada prioritet olaraq ölkələrin ərazi bütövlüyü, suverenliyi məsələsidir. Sonda qısaca təəssüflə bildirmək istəyirəm ki, burada bir neçə Azərbaycanlı müxalif şəxslər də iştirak edirdilər. Onlar qapalı otaqlarda Avropalı deputatlara yaxınlaşaraq onların Azərbaycana qarşı çıxışlar etməsinə, sanksiyalarla bağlı çağırışlar eləməsinə çağırışlar edirdilər. Az qala yalvarırdılar, belə deyək. Çox təəssüf edici və ürək ağrıcı bir məqamdır. Çünki siyasi mübarizəni də bir ləyaqətlə aparmaq yerinə düşər. Amma burada Aşba üzvlərinə yaxınlaşıb Azərbaycanla bağlı qeyri-obyektiv, qərəzli məlumatlar bildirərək, onlara verərək Azərbaycana qarşı müəyyən çağırışlar etməyə çalışırdılar. Təbii ki, biz də bir vətəndaş cəmiyyətinin nümayəndələri olaraq son 5 gün ərzində sessiyanın əvvəlindən sonuna qədər buradayıq. Müzakirələrdə və side eventlərdə, yan tədbirlərdə iştirak edirik. Azərbaycanla bağlı müzakirələrdə öz fikirlərimizi bölüşürük. Amma ümumən düşünürəm ki, Aşba Azərbaycana yönəlik bu qərəzli siyasətini durdurmalıdır və Azərbaycan nümayəndə heyəti növbəti sessiyada yaxşı olar ki, Aşbada təmsil olunsun. Çünki bir tərəfli olaraq burada Azərbaycanla bağlı müzakirələrin, çıxışların edildiyi təqdirdə Azərbaycanın da söz haqqı var. Azərbaycan Aşbanın tam hüquqlu üzvüdür və Azərbaycan-Aşba arasında bu münasibətlə yenidən bərpa olunsa və nümayəndə heyətimiz yenidən burada akreditasiyası bərpa olunub çıxışlar eləsə, ən azından Aşbanın qərəzli yanaşmasına müəyyən qədər son qoyulmuş olar. Tamamilə sizlə razıyam. Azərbaycan nümayəndə heyətinin mandatı yenidən bərpa olunmalıdır və ədalətli şəkildə o platformada özünü də müdafiə etməlidir. Təəssüflər olsun ki, baş verən və sizin də danışdıqlarınız sübut etdi ki, reallıqlar dəyişir, amma insanların o xisləti dəyişmir. Aşba Ermənistana görə bizlə müharibə aparırdı. İndi biz sülhdən danışırıq. Aşba öz mübarizəsini dayandırmayıb. Təşəkkür edirik. Vaxt ayırdığınız üçün də ayrıca təşəkkür edirik və bu məsuliyyətli missiyanızda uğurlar arzu edirik, səbir arzu edirik sizə Əhməd müəllim. Çox sağ olun. Sağ olun. Bizim birbaşa bağlantımız Strasburqdan idi. Aşbanın qış sessiyası bugün yekun vurur və 5 gün ərzində nələr danışıldı, nələr müzakirə olundu, hüquq müdafiəçisi Əhməd Şahidov bizə danışdı. Birbaşa bağlantıda və davam edirik.